Hal-hazırda Ceyranbatanda BTZ bağlarında ev çəkilişinə gəlmişik. Evi sizə təqdim edirəm. Bu evin həyətidir. Ön hissəsidir həyətin. 2 sotda tikilib ev. Yan tərəfindən arxa tərəfə keçməyə bu cür yol qoyulub. Arxa tərəfi də, yan tərəfi də sizlər üçün göstərirəm. Evin sahəsi 100 kvadratdır, 2 sotda tikilib, məktəbə yaxın yerdə yerləşir. Məktəb tərəfdən də elə dayanacağa yaxındır. Gördüyünüz kimi bu evin arxa tərəfidir. İndi isə keçək ön hissəyə. Bura isə evin giriş hissəsidir. İndi isə keçək evin içini göstərim. Bura evə girişdə sol tərəfdə hamam otağı yerləşir. Belə gördüyünüz kimi. İndi isə evin dəhlizin sağ tərəfində bir yataq otağı. Bura bir yataq otağı. Yataq otağından çıxdıqdan sonra qonaq otağı yerləşir. Gördüyünüz kimi. Qonaq otağından içəri iç-içə yerləşir. Bura isə yataq otağıdır. İkinci yataq otağıdır. Məktəbə yaxındır. 100 kvadratlı evin sahəsi. Bura qonaq otağı, o tərəf yataq otağı, ikinci yataq otağı və dəhlizin sağ tərəfində mətbəx yerləşir. Belə. Sənədi bələdiyyədir, qiyməti isə 47.000 manat.